Mərdəkan severlər, hər vaxtınız xeyir olsun. Mərdəkanda bağ arzulayanlar bu videoya diqqətlə baxsınlar. Sizi Qoşaqalar restoranının, yeni Qoşaqalar restoranının yaxınlığından salamlayıram. 6 sot yarımın içində olan möhtəşəm bir dənə şəxsi tikili bağ evi təqdim edəcəm. Ümumilikdə 6 dənə otağı var. 5 yataq otağı, bir zal. İndi kameramız sizə yavaş-yavaş aşağıda göstərsin. Mən də gəlirəm aşağı. İlk giriş tərəfini göstərim sizlərə. Buradan başlayaq videomuza. Dənizə yaxın, yola yaxın bağ evi axtaranların üçün möhtəşəm bir fürsətdir. Qiyməti 450 min manat start olaraq deyilir. Təbii ki, endirim olunacaq. Yeni bir evdə yaşayış olmayıb. Giriş tərəfini gördünüz. İndi gəlin daxil olaq evin içərisinə. Arxa tərəfində də hovuzu, saunası, hər bir şey var. Bir-bir göstərəcəm. Girən kimi seyf qapısı, sağda solda şkaflar yığılıb. Daxil olan kimi belə bir geniş zal bizi qarşılayır. Mətbəxini gördünüz. İndi keçək sizlərə bir-bir yataq otaqlarını göstərim. Bu birinci yataq otağı. Bu ikinci yataq otağı. Tavanın hündürlüyü 3.30'dur. Qapıların hündürlüyü 2.40'dır. Ümumi sanitar qovşağı. Burada da üçüncü yataq otağı. Ümumilikdə evdə 6 dənə yataq otağı var. Echo verir, səsim görsən. Burada çamaşırxana. Evin arxa tərəfini axırda sağollaşanda göstərəcəm. Gəl gedək ikinci mərtəbəni təqdim edək. Ya Allah, Allah hər birimizə bundan daha gözəl evlər nəsib eləsin inşallah. İkinci mərtəbəyə qalxanda bax belə bir geniş hol bizi qarşılayır. Buradan da aşağı baxmaq olur. Maraqlı bir layihədir, maraqlı bir proyektdir. Burada üçüncü mərtəbədə də 3 yataq otağı var. Bu birinci yataq otağı. Bu sanitar qovşağı. Bir dənə bunu bir dənə yaxından, bir dənə dərinliyinə baxın bunun. Nə qəşəngdir. Maraqlıdır, vannası. Mini hovuz. Burada 5-ci yataq otağı və 6-cı yataq otağı. Gedək indi həyətin arxa tərəfini də göstərək, hovuz olan tərəfini. Gəldi evin arxa tərəfinə. Arxa tərəfində də 9 metr uzunluğunda, 4 metr enində, 1.60 dərinliyində daşma tipli hovuzu var. Burada besetkası var. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. İsti döşəməlidir. Profesional demək olar ki, mangalı. Burada yanında sanitar qovşağı və saunası var. Burada sanitar qovşağı. Mən zaten saunanı bilirsiniz, indi tam dərindən çəkmirəm. Təzə yeni saunadır, istifadə olunmuyor. Allah hər birimizə ruzu bərəkət versin. Belə bir evdə yaşamaq istəyirsinizsə 450 min manat pulunuz olmalıdır. Allah ruzunuzu versin. İnşallah yeni videolarda görüşmək ümidi ilə. Özünüzdən müğayət olun. Hələlik.